Oradan çıxırıq. Gördüyünüz kimi gübrəsiz, dərmansız qara torpaqda möhtəşəm balaca ev üçün lazım olan miqdarda məhsul əldə etmək üçün deməli bax bu xüsusi azotlu torpaqdır. Lazım olanda verirlər. Bax belə. Oradan çıxdıq. Gəlirik. Sosilyan var burada, görürsünüz. Güllər, çiçəklər. Gözəl. Və gördüyünüz kimi kələm. Bax, kələm əkilib burada. Sonra kartof əkilib. Kartof. Şimdi çıxardacağım. Görəcəksiniz. Baxın, kartofdur. Baxın, kartofdur. Bax, kartof. Qırmızı kartof özdə. Kartof əkiliblər. Mən indi buradan çox fırlatmayacağım. Bir-iki dənəsən fırlatsam bəsdir. Zarafat edirəm. Ev özümüzünkilərindir. Başqalarının deyil. Bax, bu da lobya. Bunlar lobyanı ağaçlamayıblar. Əslində lobya ağaçlanmalıdır ki, məhsullarlığı çox olsun. Ağ törp. Gördüyünüz kimi bax. Ağ törp. Sonra şüyüd. Çiçəkliyib artıq. Kök. Şimdi bilim buradan çıxardacağım. Görəcəksiniz. Aha, baxın. Kök. Kök bu çuğundur. Zılx çuğundur. Gördüyünüz kimi. Sonra razyan adı nədir bu? Şüyüdə oxşuyur. Ondan da var. Bax belə balaca mini bir təsərrüfat bu ərazidə. Belə görürsünüz. Bu evin belə müthiş, gözəl təsərrüfatı var. Görək bura nədir? Qapısı bağlıdır. Hələ açılmıyor. Amma evdir. O da evdir. Bax belə. Bax belə. Gördüyünüz kimi. Burada sklat. Əl damı deyək də belə. Əl damı. Daimi yaşayış yoxdur deyə bir balaca fərqli görürsünüz. Bankalar falan. Adam yiyən də var burada. Bax belə. Burada hətta eşki arabası da var. Yəni keçəcəyik evin içinə. Keçək görək evin içində nə var. Evin içidir. Gördüyünüz kimi. Bax belə. Belə.